Hazırda Tofiq Bəhramov adına Respublika stadionunun qarşısındayıq. Qarabağ bugün Çempionlar Liqasına Ajax ilə qarşılaşacaq. Maç 21:45-də baş tutacaq. İndi isə azarkeşlərin fikirlərini öyrənək. İlk öncə hər iki komandaya uğurlar arzu edirəm. Fikrimcə 3-1 Qarabağ qazanacaq. İnşallah biz qazanacaq. Qələbə bizdədir. Ajaxın forması hələ ki o deyil. Ona görə Qarabağ mənə gəlir ki 2-1 şotla qələbə qazansın. Düşünürəm ki, Qarabağ 2-1 hesablı qalib gələcək. Qolun biri Attayi, bir də Leandro Andrade'dən gələcək inşallah. Bu oyun inşallah Qarabağın xeyrinə. Ajax'ı məncə 2-1 Qarabağda üstün olacaq, qazanacaq inşallah bu oyunu. Bu oyunu qazanacaq inşallah Çempionlar Liqasını qazanmağa bir addım daha da yaxınlaşacaq. Mən gözləyirəm ki, Qarabağ bu gün də qalib olacaq və play-offa daha yaxın olacaq. Hava yağışdan sonra biz Qarabağ tək qoymuruq. Qarabağ harada biz oradayıq. İnşallah üst xal alıb Çempionlar Liqasının play-off mərhələsinə bir addım da yaxınlaşmaq istəyirik. Təbii ki, bu il Qarabağdan gözləntilər böyükdür. Qarabağa uğurlar arzu edirəm. Mən fikirləşirəm ki, bu oyun Qarabağ 3-1 və yaxud da 2-1-lik qalibiyyət olacaq və mən burada inanıram ki, Medina çox yaxşı oyun göstərəcək. Yankoviçin də çox yaxşı ötürmələri ilə biz oyunu qazanacağıq. Qələbə!